Bir qəpiyə nə almaq olar ki? Sualının cavabı yumurtadır. Bəli, bəzi marketlərdə bugün ağ yumurtanın bir ədədinin qiyməti 1 qəpiyə düşüb. 17 qəpiyə satılan yumurta endirimlə 1 qəpiyə satılır. Tələbat da kifayət qədərdir. Üst tutduğumuz mağazaların hamısında artıq həmin endirimli qiymətə təklif olunan məhsulun bitdiyini bildirdilər. Sakinlər dedilər ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır. Qışda yumurta, toyuqlar yumurtamır, bala çıxartmağa gücü çatmır. İstəyirsən təbiətdə olan quşlar olsun, istəyir evdar quşlar. Elədir. Amma yazdan sonra başlayırlar olan yumurtası daşmağa, gücə çıxartmağa və ona görə ucuzlaşma getməlidir. Bəlkə də elə olur ki, bu kənd yerində toyuqlar yaz başlayır yumurtlamağa. Yumurta çox olurdu, bəlkə indi də onunla əlaqədardır. Ümumiyyətlə, kənd yumurtasının da qiymətinin ucuzlaşdığı deyildi. Mən çox vaxtı ev yumurtası alıram. Əvvəl alırdıq 50 qəpik, 45 qəpik, 40 qəpik. İndi almışam, hələ büyüyünü almışam, 30 qəpik almışam. Bu kənd yumurtasıdır belə. Bəli. Yumurtanın qiymətinin düşmə fəslidir. Mən 5 qəpiyə görmüşəm. Dünən sırağı gün almışam. Quş əti yumurta istehsalçıları və ixracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli bildirdi ki, yumurtanın qiymətinin ucuzlaşması bir neçə amillə əlaqədardır. Amillərdən biri mövsümi amildir. Yay aylarında temperaturun yüksəlməsi və gün işığının artması yumurtlayan toyuqların məhsuldarlığını artırır. Nəticədə bazara daha çox yumurta çıxır və qiymətlərin aşağı düşməsinə səbəb olur. İkinci istehsalın artmasıdır. Son illərdə yeni quşçuluq təsərrüfatlarının fəaliyyətə başlaması, mövcud müəssisələrin istehsalları artırması bazarda təklifi yüksəldir. Təklif tələbi üstələdikdə qiymətlər enir. Mürvət Həsənli bildirdi ki, son dövrlər ixrac zəifləyib. Yəni xarici bazarlara satışın azalması, müəyyən ölkələrdə məhdudiyyətlərin yaranması məhsulun daxili bazarda qalmasına səbəb olub. Həmçinin mövsümlə əlaqədar yumurta istehlakı da azalıb. Bildirildi ki, qiymətin enməsi yay aylarının sonuna dək davam edəcək. Aytən Fehruz Vüsal Cəfərov, Xəzər xəbər.